Salam. Bugün sizə yeni 8-ci sinif dərsliyindən qan dövranı bölməsinə aid olan insanın ürəyi, quruluşu və işi haqqında danışacağam. Deməli, ürək insanda 4 kameralıdır və kütləsi 300 qram olan ürək 10 illərlə işləyib aramsız qanla bədənimizi təmin edir. Və gəlin baxaq bunun iş prinsipi necədir. Ürək ilk öncə döş boşluğunda yerləşir və xaricdən birləşdirici toxumadan əmələ gəlib. İçərisində maye olan 2 qatlı ürəkyanı kisə ilə əhatə olunub. Kisənin boşluğundakı maye ürək işləyərkən onu sürtünmədən qoruyur. Deməli, ürəyimizin xarici tərəfi birləşdirici toxumadan əmələ gələn ürəkyanı kisədən təşkil olunub. Bu da bizim ürəyimizi xarici sürtünməni azaldır. İnsanın ürəyi 4 kameralı olub, 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Qulaqcıqların əzələli divarı mədəciklərin divarına nisbətən nazikdir. Mədəciklərin divarı dedik ki, qulaqcıqların divarına nisbətən qalındır. Sol mədəciyin divarı isə sağ mədəciyin divarından qalındır. Mədəciklər isə qanı damarlarla bütün bədənə qovur. Ürəkdə qanın yalnız bir istiqamətdə qulaqcıqlardan mədəciklərə və mədəciklərdən damarlara tərəf axmasını təmin edən qapaqlar vardır. Sağ qulaqcıqla sağ mədəcik arasında 3 taylı qapaq, burada da şəkli verilib ürəyin daxili quruluşunun və taylı qapaqlar qulaqcıqlarla mədəciklər arasında şəkli göstərilib taylı qapaqların. Sağ qulaqcıqla sağ mədəcik arasında ürəyin sağ tərəfində 3 taylı qapaqdır. Sol qulaqcıqla sol mədəcik arasında isə 2 taylı qapaq yerləşir. Sağ mədəciklə ağciyər kötüyü, sol mədəciklə isə aorta arasında isə aypara qapaqlar olur. Burada da ürəyin şəklinin, aypara qapaqların və taylı qapaqların şəkli göstərilib. Diqqətlə baxsaq görərik ki, qulaqcıqla mədəcik arasında olan taylı qapağın 3 taylı olan hissəsi belə göstərib. 2 taylı hissəsində isə 2 taylıdır. Aypara qapaqlar isə 3 taylı aypara qapaqlar mədəciklərlə ağciyər kötüyü və sol mədəciklə aorta arasında yerləşir. Ürəyin sağ hissəsində dedik ki, venoz qan, sol hissəsində isə arterial qan daşınır. İnsanın ürəyində qarışıq qan olmur. Biz keçdik ki, heyvanların bədənində, sürünənlərin, amfibilərin bədənində 3 növ qan dövr edir. Lakin insanda ürəyin ara kəsməsi tam olduğu üçün burada qan arterial və venoz qan qarışmadığı üçün yalnız həm bədəndə, həm ürəkdə 2 növ qan dövr edir. Ürəyin sağ hissəsində venoz qan, sol hissəsində isə arterial qan olur. Burada mavi rəng göstərilən qulaqcıqdan, mədəcikdən çıxan ağciyər kötüyüdür ki, o özü 2 yerə ayrılır. Sol ağciyər arteriyasına və sağ ağciyər arteriyasına. Hər bir ağciyərimizə bir ağciyər arteriyası daxil olur. Lakin onlar ağciyərdə oksigenlə zənginləşdikdən sonra qan ağciyər venaları ilə ürəyin sol qulaqcığına tökülür. Burada da qırmızı oxlarla göstərilənlər isə arterial qanı daşıyan ağciyər venalarıdır. Vena damarı olsa da bunların daxilindəki qan arterial qandır, yəni oksigenlə zənginləşmiş qandır. Lakin həmin qanda qulaqcıqlarda artıq arterial qan olur və arterial qan keçir qulaqcıqdan mədəciyə. Mədəciyə keçən arterial qan aorta ilə bədənə yayılır. Aortanın özü 3 yerə ayrılır. Burada da göstərilmişdir. Bunlara biz deyirik qalxan aorta, enən aorta, sağ aorta və sol aorta, enən aorta. Qalxan aortadan tac damarları çıxır ki, bunlar da sağ və sol tac damarlarına ayrılır və bunlar şaxələnərək ürək əzələlərini qidalandırır. Deməli, ürəyin özünü qidalandıran sağ və sol tac damarları aorta damarından, qalxan aortadan ayrılır. Burada düşün
Müzakirə et paylaş hissəsində belə bir sual verib ki, bəzi ürək qüsurları zamanı taylı yaxud aypara qapaqlar öz funksiyasını tam icra edə bilmədikdə hansı fəsadlar baş verir? Burada bir sıra fəsadlar baş verir. Bunlardan biri ürək qüsurları zamanı taylı yaxud aypara qapaqların öz funksiyasını tam icra edə bilməməsində bəzi ürək qüsurları olur ki, bu da ürəyin işinin pozulmasına və ciddi fəsadlara yol aça bilər. Qapaq tam bağlanmadıqda qapaqlar öz funksiyasını düzgün yerinə yetirə bilmir və qan geri axır. Bu da ürəyin səmərəliliyini azaldır. Qapaq daraldıqda ürəkdən çıxan və ya daxil olan qan axını çətinləşir. Nəticədə ürək daha çox işləməli olur ki, bu zamanda ürək əzələsi zəifləyə bilir. Bu da sol və sağ ürək çatışmazlığına səbəb olur. Sol ürək çatışmazlığı zamanı ağciyərlərdə durğunluq, nəfəs darlığı, öskürək müşahidə oluna bilər. Sağ ürək çatışmazlığında isə orqanlarda, xüsusən ayaqlarda, hüceyrədən kənar toxuma boşluqlarında maye həddindən artıq yığılır və qaraciyərin ölçüsü böyüyür. Bu zaman qaraciyərin ölçüsü böyüdüyü üçün həmçinin qapaq qüsurları zamanı qan durğunluğu yaranır. Bu qan laxtalanmasına gətirib çıxara bilir. Bu laxtalar beyinə və ya ağciyərlərə gedərsə insultə səbəb ola bilər. Ürəyin işi. Enine-zolaqlı ürək əzələsi toxumasından təşkil olunmuş ürəyin işi qeyri-iradidir. Deməli, buradan belə bir nəticəyə gəldik ki, ürək əzələsi də enine-zolaqlı əzəldən təşkil olunub, amma iş prinsipi skelet əzələlərdən fərqli olaraq qeyri-iradidir. Ürək əzələsində davamlı olaraq oyanma əmələ gətirən xüsusi hüceyrələr qrupu var. Bu oyanmanın ürək kameralarının əzələvi divarına ötürülməsi sayəsində əvvəlcə qulaqcıqlar, sonra isə mədəciklər yığılır. Ürəyin fəaliyyəti qulaqcıq və mədəciklərin əzələlərinin ritmik olaraq təkrarlanan yığılma və boşalmasından ibarətdir. Ürəyin bir sistolası və diastolası. Sistola ürəyin yığılmasına deyirik, diastola isə ürəyin boşalmasına deyirik. Diastola və sistolası ürək döyünməsi adlanır. Hər bir ürək döyünməsi, yəni ürək tsikli 0,8 saniyə davam edir və 3 fazadan ibarətdir. Gəlin, baxaq görək bu fazalar hansılardır. Birinci faza. Burada ürəyin eninə kəsilmiş şəklinə baxsaq, bu hissədə verilən mavi rəngdə verən venoz qandır. Ürəyin sol hissəsində verən isə qırmızı ilə arterial qandır. Ürəyə daxil olan damarlardan biri sağ qulaqcığa, aşağı boş vena və yuxarı boş venadan gələn venoz qandır. Digər sol tərəfinə isə daxil olan qan ağciyər venası ilə gələn arterial qandır. Düzdür, mən burada arterial qana göyrək ilə işarə elədim. Yəni bunu silim, daha aydın olsun deyə. Burada venoz qan bu hissədədir, sağ hissədədir. Sol hissədə isə arterial qandır. 4 dənə damar daxil olur. İkisi sağ ağciyərdən, ikisi isə sol ağciyərdən. Bunlar isə mavi rənglə göstərdiyim xətlər isə aşağı və yuxarı boş venadan gələn venoz qandır. Deməli, birinci faza qulaqcıqların sistolasıdır və bu 0,1 saniyə davam edir. Bu faza qulaqcıqlar sistola, yəni yığılma fazasında olur. Mədəciklər isə diastola, boşalma vəziyyətində olur. Qulaqcıqların əzələləri yığılır və yığılarkən qanı mədəciklərə qovur. Və bu vaxtda qulaqcıqla mədəcik arasında olan taylı qapaqlar açılır. Qan qulaqcıqdan mədəciklərə dolur. Deməli, qulaqcığın sistolası zamanı, yəni 0,1 saniyəlik ürək tsikli şəraitində mədəciklərə doldu qan və taylı qapaqlar açıq oldu. Amma aypara qapaqlar hələ ki bağlıdır. Qan qulaqcıqdan mədəciklərə doldu və bu 0,1 saniyə davam elədi. İkinci faza isə mədəciklərin sistolasıdır. Mədəciklərin sistolası zamanı isə
qan mədəciklərdən damarlara ötürülür. Yəni bu faza 0,3 saniyə çəkir. Mədəciklərin sistolasında qulaqcıqlar diastola vəziyyətində olur. Yəni qulaqcıqlar istirahət eləyir, belə deyək. Boşalmış vəziyyətdə olurlar. Mədəciklərin əzələləri yığılır, aypara qapaqlar açılır. Taylı qapaqlar isə bağlı olur. Niyə bağlı olur? Çünki mədəciklər artıq təzyiqlə qanı damarlara ötürür. Damardan geri, mədəcikdən qan qulaqcıqlara geri axmasın deyə taylı qapaqlar bağlanır. Taylı qapaqlar bağlı mədəciklərin sistolasında, aypara qapaqlar isə açıq olur və mədəcikdən qan ağciyər kötüyü ilə, sol mədəcikdən isə aortaya qovulur. Baxın, burada da bizə şəkildə göstərilib. Deməli, damarlara qovur, ağciyər kötüyüdür. Bu digəri isə sol mədəcikdən çıxan aorta damarlarına, bax burada işarələyib, aorta damarına qovulur qan. Üçüncü faza isə ürəyin ümumi diastolasıdır. Yəni ümumi boşalma fazasıdır ki, bu 0,4 saniyə davam edir. Bu fazanın əvvəlində həm taylı, həm də aypara qapaqlar bağlı olur. Çünki artıq ürəkdə mədəciklərdən qan qovuldu arteriya damarlarına və bu arteriya damarları ilə bədənə dolaşdı qan. Və artıq həm aortada aypara qapaqlar, həm də taylı qapaqlar bağlıdır. Ürək boşalmış vəziyyətdədir. Amma fazanın sonunda iri vena damarlarından gələn qan əvvəlcə qulaqcıqlara, sonra isə mədəciklərə dolmağa başlayır. Şəkildə də göründüyü kimi əvvəlcə qulaqcıqlara, sonra isə artıq qan mədəciklərə sızmış şəkildədir. İndi gəlin elektrokardiografiya haqqında danışaq. Deməli, ürəyin biocəryanları elektrokardioqraf cihazı vasitəsilə qeydə alınır. Elektrokardiografiya aparıldıqda hərəkət edən fotokağız üzərində xüsusi əyri elektrokardioqram alınır. Sağlam insanlarda elektrokardioqram sabit olur və P, Q, R, S, T hərfləri ilə işarə edilir. P dişçi müvafiq olaraq qulaqcıqların sağ və sol qulaqcıqların sistolasına uyğun gəlir. Q, R, S dişçikləri mədəciklərin sistolasının başlanğıdını, T, P intervalı isə ümumi diastolaya uyğun gəlir. Deməli, P qulaqcıqların sistolası, Q, R, S mədəciklərin sistolasının başlanğını, T və P isə ümumi diastolaya uyğun gəlir. İndi biz bu şəkilə baxsaq, burada görürük ki, düz xətt var P ilə Q arasında. Həmin bu P və Q arasında olan düz xətt, bu düz xətt elektrik impulsları qulaqcıqdan mədəciyə ötürülməsini göstərir. S və T arasındakı düz xətt isə buradakı düz xətt mədəciklərin sistolasının tamamlandığını, lakin hələ tam olaraq diastolaya keçmədiyini əks etdirir. Davam etmə müddəti 0,8 saniyə göstərir. Q və T arasında mədəciklərin sistolası, Q və T arasında mədəciklərin sistolası və diastolası üçün lazım olan müddətin ümumi göstəricisi 0,3-0,4 saniyədir. Deməli, Q ilə T arasında olan mədəciklərin diastolası və sistolası üçün lazım olan müddət 0,3-0,4 saniyədir. Uşaqlarda ürək döyüntüsü çox olur və bu PQ intervalını qısa olur. Yaşlılarda isə ürək intervalı uşaqlara nisbətən zəifləyir. Bir ürək döyüntüsü 0,8 saniyə davam edir və 60 saniyəlik şəraitdə 75 ürək döyüntüsü əmələ gəlir. Ürək döyüntülərinin 100-dən çox olması bu taxikardiya adlanır. 60-dan az olması isə braxikardiya adlanır ki, bu da ürək patologiyalarından xəbər verir.
İndi gələk burada öyrəndiklərinizi tətbiq edin hissəsində belə bir tapşırıq verib. Deməli, tapşırıqda qeyd olunur ki, fəaliyyət növündə 1 dəqiqədə ürək döyüntülərinin sayı göstərilib. Dərs oxuyaraq 75 dəfə döyünüb, velosiped sürərək 150 dəfə, yəni bu dəqiqədə göstərir. Sürətli yeriməklə 100 dəfə. İndi gəlin bunun ürək siklinin hesablayaq, görək nə qədər eləyir. Deməli, 60 saniyədə biz dedik ki, 75 ürək döyünüb bu adamda. 60 saniyədə 75 dəfə döyünüb. Deməli, bir ürək döyüntüsünə, bir döyüntüyə x saniyə. X bərabərdir. Buradan tapırıq. X-in yerinə 60-ı bölərək 75-ə. O da 0,8 saniyə edəcək. Deməli, dərs oxuyan insanın ürəyi 1 sikli 0,8 saniyəyə bərabərdir. İkinci velosiped sürmək. Burada 60 saniyədə yenə eyni qayda ilə 150 dəfə döyünərsə ürək. Bir döyüntü 2 saniyə. X-dan oradan tapırıq ki, 150 bölünsün 60 bölünsün 150-dən. Burada 0,4 saniyə edəcək. İkincidə, yəni burada 0,4 saniyə. Birincidə 0,8 saniyə elədi. Ürək sikli. Üçüncüdə isə, buradan yazaq, sürətli yeriməklə. Deməli, 60 saniyədə bu insanın ürəyi 100 dəfə döyünübsə, bir döyüntüyə x saniyə. X bərabərdir 60 bölünsün 100-dən taparıq 0,6 saniyə. Deməli, sürətli yeriyərək bu insan 0,6 saniyə ürək siklinə çəkib, zaman keçib. Deməli, bu mövzunu da biz bitirdik. Ümid edirəm ki, hər kəsə aydın izah edə bilmişəm. Sağ olun, gələn dərslərimizdə görüşmək ümidi ilə.